TVNet-ə qoşulun. 130-dan çox Çili kanalı və Avropanın populyar çempionatlarını Smart TV-də, planşetdə, smartfonda istənilən yerdə izləyin. Ətraflı məlumatı tvnet.az saytından və ya 055 500 53 35 WhatsApp nömrəsindən ala bilərsiniz. Hoş gəldiniz. Öncə Qurban müəllim fikirlərini bilirsiniz, daha sonra suallara keçək. Salamlayıram hər birinizi. Hoş gördük. İlk öncə sizin hamınızı təbrik eləmək istəyirəm. Sizin timsalınızda bütün mətbuat işçilərini sizə uğurlar arzulayıram işinizdə, həyatınızda. Bugün hər il bugünün bayram kimi qeyd edirsiniz və bir daha sizi təbrik edirəm. Və əlbəttə ki, dünən sabah komandamız yenə qalib gəldi. Təbrik edirəm onları ilk oyunda və onlara da uğurlar arzulayıram. Və eləcə də Neftçi komandası bugün oynayır. Onlara da uğurlar arzulayıram. İnşallah onlardan yaxşı bir qalibiyyət gözləyirik. Özümüzə gəldikdə yaxşı komandaya qarşı oynayırıq və inanıram ki, komandam bu oyuna daha yaxşı hazırlıqdır nəinki əvvəlki oyunlarda. Və ondan əlavə biraz fərqli rəqibdir. Hər oyun demək olar ki, bəlkə fərqli üslubda oynayır, fərqli sistemdə oynayır. Və bizim üçün çox diqqətli olmaq lazım olsa ilk dəqiqələrdən və inanıram ki, futbolçular oyunun gedişatında lazım olan rotasiyalar elə biləcəklər. Və sadəcə onu bilirəm ki, həddindən çox diqqətli olmalıyıq və çox məsuliyyətli olmalıyıq. Buyurun. Uğurlar arzulayırım sizə. İki oyundan sonra siz deyə bilərsiniz ki, siz istədiyiniz oyun sistemi işləyirmi? Bizim özümüzdən mi? Tam deməzdim, amma yaşlığa doğru çox şey gedir. Çünki mən çox istərdim ki, 90 dəqiqə düşündüyümüz meydanda edə bilək. Amma hələ ki, biraz tam istədiyim kimi düşündüyümüz oyunu meydanda göstərə bilmirik və düşündüyümüz yer dəyişmələri, düşündüyümüz kombinasiyaları davamiyyətli təkrarlaya bilmirik. Amma ümumən belə çox dəyişiklik var və gündən günə daha da yaxşı bir-birini anlayır futbolçularımız və gündən günə daha da istəkli görünürlər. Amma sadəcə bu oyunlar elədir ki, buradakı rəqiblər, hər rəqib biraz fərqlidir. Onlara uyğun görsən bəzi detalları dəyişirik. Bu da biraz mane ola bilər. Bizim tam öz istədiyimizi, meydanda istədiyimiz kimi göstərməyə. Amma hər bir halda hər şey ona doğru gedir ki, yaxın vaxtda düşündüyümüzü tam meydanda görə biləcəyik. Buyurun, nəzər sual. Buyurun. Həmişə Qarabağda biz bunu istəyəmişik ki, komandanın gücü artan gelir, yəni yayda tam artma formasında olan komanda. Bunda bayağı da gözləyirəm. Yəni bu Çelska ilə oyun Qarabağın gücünü göstərir olarmı? Və bundan sonra təxminən nə vaxtda artıq komanda tam olaraq formalaşa bilər? Ümumən, yəni komanda oyununu stabilləşdirmək və yaxud yaxşılaşdırmaq elə də asan deyil. Çünki həm hazırlıq planında görsən bəzi çatışmazlıqlar olur, hansı ki bəzi oyuncuların hazırlıq performansı kimin aşağı, kimin daha yaxşı olur. Onları eyni səviyyəyə gətirmək heç də asan deyil və əlxüsusda bu isti yay aylarında, hansı ki burada biraz dinamika əlbəttə ki aşağı düşür, sürət aşağı düşür və belə oyunlarda gərginlik çoxalır. Amma illərdir biz bunun görmüşük və illərdir bu təcrübəni keçmişik. Sadəcə bu il biraz dəyişikliklərimiz çox oldu komandada. Biraz ola bilər o nəyəsə biraz mane olsun, amma əksinə elə detallar var ki, əksinə daha da yaxşılaşdıracağıq inşallah. Və belə vaxt demək biraz düzgün çıxmaz. Sırf bu vaxtda komanda tam optimal formada var, amma ümumən oyundan oyuna daha yaxşı olacaq, buna əminəm və sadəcə ola bilər düşündüyümüzdən biraz tez olsun və yaxud daha gec olsun. Buyurun sən. Əvvəlcə uğurlar arzulayıram və heyətlə bağlı
hansısa problemlər var, yəni komandada. Bir də Dani Boltun sınav şərtəsində adı çıxardı. İkinci sualda bugün bir xəbər getmişdi, Montiyerlə bağlı ki, əvəzedici komandaya göndərildi. Nə dərəcədə doğrudur və səbəbləri? İlk olaraq Dani Boltla bağlı yəni, burada belə ciddi bir şey görmürəm. Sadəcə bizim hansı ki qaydalar var. Biz ora artıq əlavə futbolçu əlbəttə ki əlavə edə bilmərik. Sadəcə ola bilər hər oyun hansı bir dəyişikliklər olsun və bunun qarşıda həm cəzalı oyunçuları var, həm zədəli oyunçuları var. Hansı ki biz yenə deyirəm ki biz öz klub yetirməmizdən və federasiya yetirməmizdən başqa 17 futbolçunu artıq biz ora qeyd edə bilmərik, ərizəyə sala bilmərik iştirak ərcəsində. Buna görə belə hallar olur və hətta bu çempionatda belə yəni, bəzi oyuncular kənarda qalacaq çempionatın limitinə görə, hansı ki orada səhv etmirəmsə 17 limitdə legioner, yəni meydanda iştirak ərcəsində olmaq ehtimal olacaq. Bu orada da olacaq və oyundan oyuna dəyişəcək. Burada sadəcə ola bilər ki, bir futbolçu daha çox olmasın iştirak ərcəsində, biri az olmasın. Montierlə bağlı, bugün Montier görəcəksiniz meydanda. Əvəzedici heyəti deyil, bizləndir. Əvəzedici heyəti ümumiyyətlə getməyir. Bu komandanın olub və bugün də canlı görəcəksiniz. Buyurun. Buradan Azərbaycan Savaşı oyunda mənim sualım biraz fərqli olacaq. Keçən dəfə TFL-in müşkatma mərasimində sonra bildirildi ki, Azərbaycanda da var sistemində müəyyən dəyişikliklər olacaq. Bu sual ona görə belə ki, keçən hakimlik məsələsi biraz çox danışıldı. Yəni bu ildən etibarən artıq müzakirə olunmuş yuxarıda mübahisəli sahə vərəq epizodları da, eyni zamanda gücdən zərбə epizodlarda vara baxılsın, vasitəsilə qərar verilsin. Sizin buna yanaşmanız necədir, sizcə doğrudur? Kömək olacaqmı hakim qərarlarının səhvlərini azalması? Ümumiyyətcə deyir, komandada ən az problem o vaxt olur ki, komanda az oyuncu olanda. 11 futbolçumuz olsa cəmi bizim heç bir problemimiz olmaz. Və nə qədər çox sayı var, o qədər problem olur. Və bu hakimliyə də nə qədər çox elementlər, detallar qoyurlarsa, o qədər çox problem olacaq. O qədər də çox danışılacaq. Var gələndən sonra biraz sanki elə bir mübahisə bəlkə daha da çoxalıb. Baxmayaraq ki, bəli, elə qərarlar var ki, olması vacibdir. Amma eləsi də var ki, yenə də eyni fikirlər olur. Biri qərarla razılaşır, digər razılaşmır. Hətta var göstərsə belə, var təsdiqləsə belə. Ona görə nə qədər çox dediyim detallar əlavə edəcəklər, o qədər çox danışıqlar olacaq. Olmayanda bilirsən ki, yoxdur, burada danışdın, getdi. Amma bunu göstərirlər efirdə, təzədən hakim açıqlama verir, yenidən hakimlər komitəsinin sədri açıqlama verir, yenidən belə də uzanır və sadəcə məncə belə deyək də mübahisəli epizodlar çox olacaq və danışıqlar da çox olacaq. Məndən olsa heç olmasa daha yaxşı olardı. Buyurun. Bundan sualım olacaq. CSK 2 gün qabaq birinci gün çempionat oyununa çıxdı, yəni Qarabağdan yox. Bu məqamın Qarabağın lehinə sayılmalılar, yoxsa əleyhinə. Bir də transferlərlə bağlı bir yenilik varmı? Və ən azı növbəti mərhələdən o nə qədər transfer gözlənilir? Biraz mənim üçün də çətin sualı cavab verməyə ki, onların çempionat oyunu oynaması onların xeyrinə və yaxud əleyhinə olacaq və yaxud bizim eyni qaydada. Mən də istərdim ki, mənim də az oynayan futbolçularım bir oyun keçirsin. Qarşıdakı həftələrdə baxacam görün. Bəlkə hansısa bir komanda ilə danışsa, bir yoldaşlıq oyunu keçirməyə ki, ən azından o az oynayan oyuncuların oyun təcrübəsi, oyun dəqiqələri çox olsun. Və əvvəlki oyunda da səhv etmirəmsə 4 əsasiyyətli oyuncusu oynamışdı, qalanlar dəyişmişdilər. Belə hal-hazırda oyun sayı istənilən oyuncu nə qədər çox olsa, dəqiqəsi nə qədər çox olsa, o qədər daha faydalı oldu deyə düşünürəm. Transferlərlə bağlı hal-hazırda dəqiq bir belə deyək, cavabımız yoxdur, amma işimiz davam edir. Mütləq istəyirik ki, bir
heç olmasa 2 transfer yenidən eləməyə. Görək, xeyirlisi alınsa şad olaraq, alınmasa da görək də davam edəcək yenə. Başqa sualınız yoxdursa çox sağ olun. Açıq məşqlər. Oldu, sağ olun. TV-netə qoşul və 130-dan çox telekanalı internetlə istənilən yerdə izlə.